Herkese salam, mən Ayxan. Bu günləri sizlərlə birlikdə mən belə şey görməmişdim. İkinci serini çəkirik. Yəni bu videoda sizlərlə birlikdə Azərbaycan TikTok videoları izləyirik. Hələ də kanalıma abunə deyilsənsə aşağıdan kanalıma abunə olub bu videoma da like atmağı unutma. Bunlar çox önəmlidir dostum. Halal market. Bunu vurma. Bunu yazma, ya bunu koyma. Niyə burada pivə znakı var, ona görə deyil. Atam üzümə oğlunu öldürmüşəm kimi baxır. Görən niyə? Yorumlara yazın. Ay bu ne şahta baba. Hediye var ya bana. Oy da belə də video çəkənməzsə. Və bu nətər temadır, bu nətər burada gedir. Farklı bir show göstərəcək sizə. Azərbaycanlı Mr. Beats. Savabını eşitmək istəyirəm sizə. O nədir ki, aldım bir dənə, açdım 1000 dənə. Alma, yox. Eşitmirəm. Yox, bir qarpız. İrəli. Bu niyə narın içindən çıxır? Oba. Otan karanlık, başım dumanlı. Yəqin yuxuda məni gör, yuxularım. Amma bu həqiqi belədir. Bax, bir interest yuxular görürsən yuxularda. Görürəm ki, bir dənə böyük bir evdir. Gedirəm, geçə bir dənə baseyni var. Düşürəm onun içinə, boğuluram, yuxudan qalxıram. Çox qəribə bir yuxudur. Bir dayan mahnı çalsın. Bəlkə çox adam başına gəlib, bilmirəm. Atam dostları necə uşaqlardır? Dindar, namaz kılan, 100%. oruç tutan, 100%. ağırlı terbiyeli uşaqlar. Bəs nə? 90%. Bana. Nə gözəl mahnıdaş. Bugündən sonra mahnıya qulaq asıram tam. ITV-nin möhtəşəm görüntüləri. O niyə belə bir kanal var ya ITV-də? Bilmirəm bu Lənkəran masallı, talış oğlanları nə yeyib, nə içirlər. Bunlarda olan enerji, sevgi, sayğı, qadına qarşı olan incə münasibətləri. Amma qadına qarşı qadın deyilsə. 3 manatlıq gülü 10 manata soxduqdan sonra göstərdiyim performans. Gülsadan Qaqaş. Oba. Anki gələn mutluluq hissi. Amma bu da superdir. Bir dənə buna baxın. Çox güclüdür, zarafatsız. Baxın, dəhşətli bir şeydir. Yəni bunu eləmək çox çətindir. Giz söz yazanlar nə demək istəyirsən? Mən ne işim var madem illet saatiyle. Oho! Deyir ki, mənə deyirlər, sənə deyirlər. Deyir, mənim nə işim var? Vay. Qızların edə biləcəyi maksimum zarafat. Bir gün Ağdam Yevlaxa deyib ki, bəlkə aramızdakı bərdəni götürək. Bərdə də qayıdıb deyib ki, qoyaram sənə buradan udarsan. Nə qədər güldü ya. Gel kalbasamı ye babo. Seyran basın Ne? gel kalbasamı ye. Kalbasamı babo. Gel bize teyoktan bir şey çıkmaz kuntu. Gərək gəlsin kalpasa yesin. Kalbasa var babo. Durna gözlü babo. Vay, bu ne? Bu heyvanda nar olmaz. Ha, bir də bunun niyə zamoku açıqdır, yəni bu diqqətimi çəkdi. Burada parıldayır deyə belə sap kimi gəldi, amma sonra gördüm zamok da açıq. Vur babo. Zamokunu bağla. Basmoydan 2 cüt kolonka alaram verdiyi effekt. Yağcaq. Amma bu ləhcədir. Amma bunun səsi yoxdur ümumiyyətlə bu qızın. Bu qızın üzü Sivas bir anda beynimdə canlandı. Yaxşı olan piraşkini 2 tutma yer. Ayda. Mən də mayonezlə yerdim. Nə pis oldu. Hər şeyin başı bura. Başını attım. Başladım oxumaya. Oxuyun. Hər semestr imtahanında bunu statusa qoymasam ürəyim partlayar. Kənd toylarında, rayon toylarında ən belə məsuliyyətli vəzifə sizcə kimdədir? Afsiyantda. Yox, orada ətin, sokun, ərzaqın üstündə duran bir adam olur. Kimdir ki? Ona həvalə edirlər ki, yeyinti olmasın. Kimdir? O da özünü bilsiz nətər hiss eləyir. Açarı taxır burasına. Özünü elə hiss eləyir ki, cavabı baş korrupsiya ilə Oyda! Köşəyə sıxışdırıb, canınla son dəqiqələrdir, əlləşir. Nə olar məni yemə deyir, amma pişik hələ də düşünür. Kreditlə dönər. Kredit, tək şəxsiyyət vəsi. Oha! Dönər neçəyət ki, 2 manat da? Yoxsa bahalaşıbdır, bilmirəm abi. Belə şey mi olur? Yəni kreditlə gedib dönər alsan düşün. İnşallah mənim videoma baxan və kanalıma abunə olub bu videoma like atan hər kəsin başından pul tökülər da belə. Pulun içində üzələr inşallah. Kənddən gələn dostumun meyvə arağından Beluqaya keçər. Məncə keçmək heç məsləhət olmayıb. Keşke elə meyvə arağında qalsaydı. Vay. Oha.
Oyda, oyda. Hamı da telefonla çəkir, bir dənə buna baxın. Ortadakı vəziyyət çəkir. Oyda, oyda, dayı sən neynədin dayı? Bu nədir belə? Ay qız sən neynədin belə? Bəsdir, görmüsən burada yatıq kişilər var. Soyuducu tualet. Ils m'ont dit ça c'est des toilettes, tu vois. C'était un Soyuducu var orada. qui marchait plus, tu vois. Az çörəyə elə. Tellement ce qu'il y a dedans. Oyda. Vallahi j'étais mort de Həm rire. sərinləyirsən, həm də ki, nəysə. Dostumun paylaşdığı status, dostumun özü. Allah Allah. Abi həqiqi belədir ha. Qırdan aptekində vəziyyət zordur. Nə yazır ki orada? Cavanlığın harda qaldı ay məzahir. Belə şey mi olar? Sigaretin yoktu mu abi sigaretin? Allah bu çox köhnə temadır. Yok. Ya öyle sarma Git git. Ha Hakkı hardan gelsin oğlum? Batıdan. Ha yaxşıysan gəlsin. Ha çok sağ ol dayı ol. Sürgey. Salondan çıxan 3 xanımın baxımı yalan oldu. Oyda. Nə günə düşdülər bunlar. Dəhşət. Bu vapşim. Bu vapşim yoxdur. Evinə halal banan aparan beyim. Əhsən buna bax. Evinə halal zəhmətlə, əziyyətlə banan aparır. Toyda biraz çox içəndə mən. Üzünü ilk dəfə toyda gördüyüm qədər tırqa verər. Rapunzel'in ortaya girişi. Oyda. Oyda Rapunzel pis girdi ortaya. Birdən ağlıma dostumun adına 15.000 kredi götürüb ölkədən qaçmaq fikri gələr. Mən də ağlıma bax soxdun indi belə bir fikri. Vov, yaxın dostlarla Hacı kəndə gedirsən. Ayda. Baxdım bax Hacı kənddən ötürü. Vay 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 vay. Həqiqi bax belə ortam olur. Bəlkə evokator çağıraq. Sən dayına qulaq as. Dayı evokator əvəzi durur ortada. Mənzərəyə bax, amma gülmə. Yaxşı, baxım gülməyim də baxaq. Allah kahretsin şöyle görsene. Oyda ayağım nətər. Halaldır. Oyda. Maşına nətər qaz verirsən? Qışda sürüşməyə maşın olmayanda mən özüm sürücürəm yəni. Amma halal olsun, adam çox super sürücür axı. Hardasan? Mavi üstü ağ olan 2 qapılı Mercedes-ə gəlirəm canım. Day denən hər kəs yolda bizə baxacaq ki, 100%, 100%. 2 saatdır yazılır, 100% qızla danışır. Kağızdan domino düzəldi o sırada. Dostlarla, yaxın uşaqlarla domino oynayaram. Bu axşam xına yaxtıdır, atam məni analiz aparır. Bu nə temadırsa aşağıdan yazın. Mən heç nə başa düşə bilmirəm. Oyda evokatorun üstündədir. Nəysə dostlar, bugünkü videomuzda sonuna gəldik. Ümidvaram ki videomu bəyəndiniz. Bəyəndinizsə aşağıdan like atıb kanalıma da abunə olmağı unutmayın. Aşağıdan gözəl şərh yazan hər kəsə çox təşəkkürlərimi bildirirəm. Bu arada ekranda video çıxdı, ona da baxmayıbsansa tıklayıb baxa bilərsən. Bu arada sizlərə belə bir şey demək istəyirəm. Bunu unutmayın. Sevilirsiniz.